Bu gün toyuq filesindən çox dadlı yemək hazırlayırıq. Bunun üçün toyuq filesini yağa əlavə edib orta ateşdə suyunu salınadək təxminən 5 dəqiqə qovuraq. Üzərinə ədviyyatları əlavə edib qarışdıraq. Ardınca doğranmış qırmızı və yaşıl bibər, soğan və zeytun əlavə edək. Biraz bişməsini gözlədikdən sonra xamanı qatıb qarışdıraq. Təxminən 2-3 dəqiqə sonra ocağı söndürək. Əvvəlcədən qaynatdığımız kartofu əzək. Üzərinə ədviyyatlar və xamı əlavə edib yaxşıca qarışdıraq. Ən sonda zövqə görə doğranmış zeytun qataq. Kartofdan götürüb əlimizlə yumru formalar veririk. Baş barmağımızla ortasında çuxur açıb kənarlarını səliqəyə salırıq. Ortasına hazırladığımız toyuq soteni yerləşdiririk. Üzərinə rəndələnmiş kaşar əlavə edib sobada təxminən 15 dəqiqə bişiririk. Bu dadı mütləq sınamağınızı tövsiyə edirəm. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!